Məhəmməd Hənəfi Triqulov 1877-ci il noyabrın 7-sində Tiflisdə anadan olub. On 14 yaşlı Hənəfi 8 uşaqlı ailəni saxlamaq üçün qardaşı Ramazanla birgə Batumi Dəmir Yolu tunelinin inşasında çalışırdı. 1892-ci ildə Qori Seminariyasının Türk şöbəsinə qəbul edilir. Orada skripka ifa etməyə öyrənir. Xormeyster ixtisasına yiyələnir. Teatr qrupuna qoşularaq Tiflisdə tez-tez səfərlərə çıxırdı. Ondan sonra kiçik qardaşı Əli də seminariyada oxumağa başlayır. Çar dövrünün sərt qaydalarına baxmayaraq, Triqulov qardaşları seminariyada marksist ideyalar yayan gənclərə qoşulmuşdu. Seminariyada Üzeyir Hacıbəyli və Əbdülmüslüm Maqamayevlə yolları kəsişir. Onlar arasındakı dostluq münasibəti sonradan qohumluğa çevrilir. Hənəfi bəyin bacısı Məleykə Triqulova Üzeyir bəylə, digər bacısı Baydıgül Triqulova isə Əbdülmüslüm Maqamayevlə ailə qurur. Hənəfi bəy 1897-ci ildə təhsilini başa vuraraq Əştərəkə, yəni İrəvan quberniyasına müəllim təyin edilir. Sonra Bakıya köçərək burada Rus-Tatar məktəblərinin açılmasında mühüm rol oynayır. Dəmir Yolu İşçiləri Teatrının həvəskar truppasına qoşulur. Gogol, Gorki kimi Rus klassiklərinin əsərlərini səhnələşdirərək Bakı proletariatı arasında gizli inqilabçı təbliğat aparırdı. 1905-1907-ci illərdə qadağan edilmiş kitabları və qəzetləri yayırdı. (1908-ci ildə Üzeyir Hacıbəylinin ilk operası olan Leyli və Məcnunun səhnələşdirilməsinə kömək edir. Tamaşanın xor rəhbəri olur. Geniş səs diapazonu ilə seçilən Hənəfi tamaşada sərkərdə Nofəl rolunu ifa edir. (1909-cu ildə Bolşevik təbliğatına görə Tiflisdə qısa müddətə həbs edilir. Hənəfi bəy Lyubov Birkovna Xanina ilə evli idi. Bu evlilikdən 2 övladı var idi, Davud və Tamara. Hənəfi bəy 1912-14-cü illərdə Üzeyir Hacıbəyli, Əbdülmüslüm Maqamayev və Hüseyn Qulu Sarabski ilə Azərbaycan opera truppasına rəhbərlik edir. (1913-cü ildə Arşın Malalan operettasının premyerasında Süleyman rolunu oynayır. Kaspi qəzetinin 20 yanvar 1915-ci il sayında yazılıb ki, o Şeyx Sənanda Xumarın atasının partiyasında səsi və oyunu ilə seçilirdi. Hənəfi Triqulov Şah Abbas və Xurşudbanu operasında, Məstavər, Əsli və Kərəm operasında isə keşiş rollarını ifa edib. 1917-ci ildə qardaşı Əli ilə Bakıda birlik təşkilatını yaradırlar. Bu təşkilat neft mədənlərində çalışan fəhlələri birləşdirirdi. 1918-ci ildə Bakı Sovetinin törətdiyi mart qırğınlarından sonra Həştərxana qaçır. Uralda Ataman Dutovun qiyamının yatırılmasında iştirak edir. Bakıya yalnız Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra qayıdır. Xalq Maarif Komissarlığının İncəsənət İdarəsinin sədri işləyir. Bəzi mənbələrə görə 1920-ci ildə Üzeyir Hacıbəylini güllələmək istəyirlər.
Hənəfi bəy 59 nəfərin siyahısında Üzeyir bəyin adını görür. O dərhal Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məlumat verir. Nərimanov Təhlükəsizlik İdarəsinin bu qərarını qınayır və siyahını cırır. Üzeyir Hacıbəyliyə isə Bakıdan uzaqlaşmağı məsləhət bilir. 1920-ci ildə Xalq Maarifi Komissarlığının nəzdində xüsusi fotokino bölməsi fəaliyyətə başlayır. Hənəfi Tirqulov və Müslüm Maqamayevin rəhbərlik etdikləri bu bölmədə kinematoqraflar və filmlər siyahıya alınır. Onun təşəbbüsü ilə yenidən qurulan Bakı kinostudiyasında respublikada ilk tam metrajlı film olan Qız Qalası əfsanəsi çəkilir. Burada əsas rollardan biri olan Şirvan xanını özü ifa edir. Hənəfi Tirqulov 2 dəfə əmək qəhrəmanı adına layiq görülüb. O, 1942-ci il dekabrın 18-də Bakıda vəfat edib.